Salam əziz kanal izləyiciləri, salamlayıram hər birinizi. Bu günlərim sizinlə MİQə ədəbiyyat, deməli müəllimlərin işə qəbuluna ədəbiyyatdan düşən əsərlərə nəzər salırıq və növbəti dərsimiz Xəqani Şirvaninin Gənclərə Nəsihət əsəridir ki, illərdir müəllimlərin işə qəbuluna düşən çərçivə sənədi içərisində özünə yer alıbdır. Bu ildə çərçivə sənədində var. Gəlin əsərə birlikdə nəzər salaq və təhlil edək. Gənclərə Nəsihət əsəri Xəqani Şirvaninin əsəridir. Janrı nədir? Janrı qeyd edirik. Janrı məsnəvidir. Məsnəvi janrında yazılıbdır. Baxın, necə yazılıbdır? Görürük ki, beyt şəklində 2-2-dir, düzdür? 2-2 olduğuna görə necə deyəcək? Deyəcək ki, beyt şəklində yazılıbdır. Şeir vahidi. Şeir vahidi nədir? Şeir vahidi təbii ki, beytdir. Və necə qafiyələnib? Gəlin fikir verəyin. Qafiyələnməsinə fikir verəyin. Necə qafiyələnir? Fitnə törətmə, ey fitnəkar cavan. Necə gəlir? A. Fitnədir elləri dərdlərə salan, cavan, salam. Necə gəldi? A şəklində. Necə gəldi? A şəklində gəlir. Deyir ki, qoyun daha yaxşı eləyim sizin üçün. Bir də fitnə törətmə, ey fitnəkar cavan, dərdlərə salan, cavan, salam. Deyir, cana məlhəmdirsə vəfa etibar, fitnəkarlıq edər, onu tarimar. Görürsünüz, B. Yəni, bu cavan, salan sözləri anla qutardı. Burada isə ar. Görürsünüz, qafiyələmə tamamilə başqadır. Növbəti də nədir? Hilə uğurluqdur. Xoşsa əvvəli C, uğurluq axırda kəsilər əli. Oğrunun axırda kəsilər əli C. Bu şəkildə gedir. Bir gün yoxdursa da kimsədə vəfa de, vəsiyyət edirəm, olma bir vəfa. Görürsünüz, bu şəkildə qafiyələnməsi gedir. Yəni, D, A, B, C şəklində qafiyələnmə gedir. E. Yəni, hər bəndi ayrı-ayrılıqda qafiyələnibdir. Bu məsnəvidir. Ona görə də məsnəvilər adətən deməli şairlər üçün yazmaq daha asan olub. Çünki hər beyt özlüyündə qafiyələnibdir. Dedik, qafiyə sistemi necədir? A, B, C şəklindədir. Və hansı vəzində yazılıb? Təbii ki, görürük ki, əruz vəznində yazılıbdır. Vəzni nədir? Əruz vəznində yazılıb. Əruz vəznində və deməli, hansı növdə yazılıb? Lirik növdə. Əgər bu şeir janrındadırsa, hansı növ deyəcəyik buna? Lirik növdə. Lirik növdə yazılıbdır. Bəs hansı dildə yazılıb? Əsəri biz indi oxuyuruq Azərbaycan dilində, düzdürmü? Amma əsər bizə hansı dildən gəlibdir? Yəni, Xəqani Şirvani bunu hansı dildə yazıbdır? Bilirik ki, Xəqani Şirvani qədim dövrdə yaşayıbdır və qədim dövrdə yaşadığı üçün də həmən dövrün yazı sistemi nə idi? Fars dilində idi. Fars dilinə üstünlük verildiyi üçün həmən dövrdə hansı dildə yazıbdır Xəqani Şirvani əsəri? Fars dilində yazıb. Bunu yaddan çıxartmayın. Və deməli, əsərin mövzusu nədir? Mövzu da əxlaqi, tərbiyəvi bir mövzuda yazılıbdır. Necə yazılıb? Əxlaqi, tərbiyəvi bir mövzuda. Tərbiyəvi bir mövzuda yazılıbdır. Gəlin indi əsəri oxuyağın və ondan sonra əsərin bu üzdən görünən hissəsi idi. Əsərin üzdən görünən hissəsinin təhlilini verdik ki, janrı, şeir vahidi, qafiyə sistemi, yazılma forması hansıdır, vəzində yazılıbdır, əruz vəzində yazılıbdır, əxlaqi tərbiyəvi mövzudadır və lirik növdədir, fars dilində yazılıb. Bunlar üzdən görünən hissəsidir. Gəlin indi əsəri oxuyağın daha dərinliyinə, əsərin içəri hissəsini, əsərin daxilini deməli təhlil eləyəyin. Deyir, fitnə törətmə, ey fitnəkar cavan. Fitnədir elləri dərdlərə salan. Cana məlhəmsə də vəfa etibar, fitnəkarlıq edər, onu tarımar. Burada bir bax, fitnəkar cavan, görürsünüzmü? Deyir, fitnə törətmə, ey fitnəkar cavan. Neynir? Fitnəkar cavana müraciət eləyir. Fitnəkar cavan, deməli, əsər fitnəkar cavana müraciətlə başlayır. Onu fitnə törətməməyə
dəvət edir, çağırır ki, fitnə törətmə. Yəni fitnə pis bir şeydir, onu törətmə. Sonra cana məlhəmsə də vəfa etibar, fitnəkarlıq edər, onu tarımar. Əgər cana deyir bir vəfa etibar məlhəm olarsa, məlhəm nə deməkdir? Dava dərman olarsa deyir, o fitnəkarlıq deyir, o cana olunan dava dərmanı təbii ki, deməli, məhv edər, məhv eləyər deyir. Onu çatdırmaq istəyir ki, sənin fitnəkarlıq deyir, onu məhv eləyər. Hilə oğurluqdur. Xoşsa əvvəli, hilə oğurluqdur. Xoşsa əvvəli, oğrunun axırda kəsilər əli. Hilə deyir, işlətməyin özü də bir oğurluqdur. Oğurluğun deyir, əvvəli xoşdursa deyir, ən axırda deyir, oğrunun kəsilər əli. Nifaq xəstəsisən, nə qədər ki sən əlac saymaqdan da ziyan görərsən. Vəfa küçəsində ev tut yəqin bir, vəfa mənzilidir, ən yaxın mənzil. Deyir ki, nifaq xəstəsisən, nə qədər ki sən əlac saymaqdan da ziyan görərsən. Əgər deyirsən, nifaq xəstəsisənsə, bil ki, deyir, əlac saymaqdan da deyir, ziyan görərsən. Yəni, o ziyanı özünə yaxın buraxma. Vəfa küçəsində deyir, bir ev tut, vəfa küçəsini ən yaxşı bir vəfa mənzilidir, ən yaxşı mənzil. Vəfa mənzilidir, ən yaxşı mənzil kimi göstərir və onu ən yaxşı bir mənzil kimi qiymətləndirir. Deyir, vəfa mənzilində bir ev tut, yəqin bil ki, deyir, vəfa mənzili deyir, ən yaxşı mənzildir. Yəni deyir, vəfalı olmağı tövsiyə edir. Bugün yoxdursa da kimsədə vəfa, vəsiyyət edirəm, olma bivəfa. Görürsünüz, deyir, kimsədə yoxdursa da vəfa, amma vəsiyyət edirəm ki, sən bivəfa olma. Çalış az dostluq etsən də əgər, dostluqda möhkəm ol, sözdə möhtəbər. Əsərdə görürsünüz, baxın, dostluğa müraciət edir, deyir, çalış az dostluq et, az dostun olsun, deyir sənin, çox az dostun olsun. Amma deyir, olan dostluqla da deyir, möhkəm ol, möhtəbər ol, dostluqdan dönmə deyir, möhkəm ol. Dostu qovanları alma yanına, yoxsa gözün ağlar hər əhvalına. Sənin dostunu deyir, kimlərsə qovursa, birinci az adamla dostluq elə deyir, çox az adamla. Əgər o adamla da dostluq eləyirsənsə, dostluqda möhkəm olmalısan, sözdə də möhtəbər. Dostu qovanları deyir, birinci yanına alma. Yoxsa deyir, gözün ağlar deyir, bu əhvalına. Kimlər ki deyir, dostunu qovur, dostu qovanları yanına almamağı tövsiyə eləyir. Çünki dost kimi deməli, kimsə deyir, sənin dostunu rədd eləyirsə, o səni də rədd etmək kimi gələcəkdə deyir, səni də deyir rədd eləyəcək. Yəni, o gələcəkdə səni də rədd eləyəcək. Bu ehtimalları böyüdür. Sənin dostunu qovanı sən öz yanına alma. Çünki o səni də gələcəkdə rədd eləyər. Dostun yoxsa gözün ağlar bu əhvalını o deməkdir ki, yəni həmən aqibət gələcəkdə səni də gözləyir. Dostun haqlı vursa birini zinhar, demək ki, layiqdir, çıxma havadar. Əgər sənin dostun deyir, hirslənərsə, dostun deyir, birini vurarsa deyir, sən deyir, onun vurduğu insana deyir, havadar çıxma. Sən dostun haqsız olsa belə sən yenə də dostunun yanında ol deyir. Dostunun haqlı vursa birini zinhar, haqlı da vursa, haqsız da vursa deyir, sən yenə dostunun yanında ol. Haqlı vursa deyir birini zinhar, demək ki, layiqdir, çıxma havadar. Yenə sən dostunun vurduğu insana havadar çıxma. Dost müttəhim edib, kimi etsə rədd, qardaşın olsa da özünə çək sədd. Baxın, dostu qardaşdan belə burada irəli tutur, deyir. Dostun deyir, kimisə deyir, rədd etsə deyir, o rədd etdiyi insan əgər sənin qardaşın olsa belə deyir, o qardaşınla arana sədd çək dostundan ötürü. Görürsünüz, dostu burada yadınızda saxlayın, qardaşdan da üstün tutur.
Deyir, qırsa bir budağı dost hirslənərək o cənnət ağacı olsa da əl çək. Dostun deyir bir budağı hirslənərək deyir qırsa hansısa bir ağacın budağı o cənnət ağacı olsa belə deyir ondan əl çək. Dostun əkdiyi gül olsa da tikən çıxarıb yerindən onu atma sən. Dostun hirslənib deyir bir ağacın budağını qırsa sen bil ki deyir o budaq deyir cənnət ağacının budağı da olsa o ağacdan əl çək. Çünki dostun qırıbdı. Amma dostun əkdiyi gül deyir səhər deyir bir tikan olsa deyir yəni bir xeyri olmayan bir ağac olsa belə deyir çıxarıb onu yerindən atma. Niyə görə? Çünki onu sənin dostun əkibdi. Dostun əkibdi deyir ona görə. Sonra deyir haqq yolunda çalış o qədər ki haqq razı qaldığını biləsən mütləq. Nə deməkdir bu? Haqq yolunda çalış o qədər ki haqq. Haqqın yolunda deyir. Haqqın deyir haqdan deyir razı olduğunu bilənə qədər deyir çalışmağın lazımdır ki deyir çalışmağını haqdan razı qalana qədər deyir yəni çalışmağını deyir mütləq bilməlisən ki sən haqq yolunda haqdan razı qalana qədər çalışmalısan. Bir kiçik adama nəvaziş etsən sənin böyüklüyün əlindən getməz. Yəni sən insan kiçik birinə deyir o nəvazişi göstərərsə deyir onun böyüklüyü onun əlindən getməz. Əksinə sən deyir bir böyüklük göstərmiş olarsan. Yəni istəyir yaşcan kiçiyə, istəyir səviyyəcə səndən kiçik olan birinə, yəni deyirsən ki o kimdir ki mən ona gedim ondan üzr istəyim. Yox, o şəkildə deyir ki sən əgər bilsən ki səhvsən, sən gedib ondan yəni öz nəvazişini göstərsən, ona öz yəni əllərini açsan, qollarını açsan o zaman deyir sənin böyüklüyün əlindən getməz. Razılıq etsə də səndən bir nadan, baxın bunu da vurğulayır, onun tərifinə aldanmayasan. Nadan kimlərə deyirik? Nadan, yəni baxın qeyd eləyirəm, cahil insanlarda nadan. Nadan kimdir? Cahil. Cahil kimlərdir? Yəni oxumayıb da heç nə bilmir. Yəni dünya görüşü yoxdur. Hər şeydən bixəbər insandır. Nadan, cahil birinin deyir təriflərinə aldanma. Aldanma deyir və bunları deyir ki, yəni onun tərifi bir cahil, dünya görüşü olmayan, heç nəydən xəbəri olmayan biri deyir səni tərifləyirsə, onun təriflərinə aldanma. Sən onu övdükcə o loğalanar, özünü yoldaş yox, əmoğlu sanar. Sən deyir o nadan insanları deyir təriflədikcə, onlar deyir o qədər özlərini belə sənə yaxın hiss eləyəcəklər ki, nəinki deyir belə də özünü dost, hətta deyir özlərini sənə belə əmoğlu kimi deyir fikirləşəcək ki, hətta sənin qohumundur da, özlərini o qədər sənə yaxın hiss eləyəcəklər. Axı nadan insandılar, yəni o qan bağlılığıdır, o nə bilim dostluqdur, dünya görüşü yoxdur da onların heç birini düşünə bilmirlər. Yəni deyir onu sən övdükcə deyir o özünü daha yaxın hiss eləyəcək səni. Ona görə də deyir loğaları təriflədikdə loğalar deyir səni təriflədikcə deyir sən onlardan uzaq dur deyir. Yəni nadan özünü sənə deyir əmoğlu qədər yaxın sayacaq. Daha boyun qoymaz işə, xidmətə, loğalar yabancı olur hörmətə. Loğalar deyir bir işdir, bir xidmətdir. Onları deyir yəni elə şeyləri deyir fərq etməz də ona. Belə bir atalar sözü var, deyir yəni biraz necə deyim uyğun gəlməsə də deyəcəm. Yəni deyir elə insanlar var ki istəyir boynuna mindir, istəyir boynuna min. Onun heç bir fərqi yoxdur da onlar üçün. Yəni o fərqi görmürlər ki sən onun boynuna mindin ya o sənin boynuna mindi. O fərqi hiss eləyə bilmirlər də yol yorulan zaman gedərkən. Yəni bu da elənçiynədir. Yəni o insanlara
bir iş, xidmət göstərmək onlar üçün fərqi yoxdur ki, o işi sən gördün, ya o gördü. Onların işləri ancaq ya sən onu təriflədin, ya o səni təriflədi. Onlar özlərini sənə yaxın biləcək. Yəni nə fərqi var? Sən təriflədin, ya mən təriflədim. Onsuz da biz ikimiz də eyni adamıq deyən fikirlər var da, deyən insanlar var ki, belə fikirlər yürüdürlər. O kimi insanlardan uzaq olun. Necə yəni mənim gördüyüm iş niyə sənin adına çıxmalıdır və yaxud sənin gördüyün iş niyə mənim adıma çıxmalıdır? Bu axı olmamalıdır da belə bir şey. Yəni elə insanlardan uzaq durmaq lazımdır ki, onlar loğay insanlardır, nadan insanlardır. Yəni cahil insanlardır. Onları da deyir öydükcə, onlara söz dedikcə, onlar daha da özün sənə yaxın biləcək və onlar heç bir işə deyir, xidmətə deyir, boyun qoymaz. Yəni heç bir iş görməklə onların adları yoxdur. Onlar yəni zaten tənbəl insanlardır. Loğalar yabancı olur hörmətə. Onlar hörmət nədir qanmırlar. Hörmət nədir bilmirlər. Yəni ona görə də deyirəm ki, yol gedərkən yoruldu, sən onun yəni deyir, sən ona köməklik etdin, ya o sənə köməklik etdi, onu fərq kimi görə bilmirlər. Onlar hörmət nədir bilmirlər. Loğalar yabancı olur hörmətə. Baxın, bu fikri yadınızda saxlayın, testə düşə biləcək bir şeydir ki, kimlər hörmətə yabancı olur? Lovğalar, yəni o lovğalar ki, hansı ki o lovğalar nadanlardır. Boyun böyüklüyü değildir gərək, hümmət böyük olsun, bir də ki ürək. Əsas deyir boynun böyüklüyü deyil də, sənin o görünüşün deyil. Sənin görünüşün deyil deyir ki, əsas o görünən boynun böyüklüyü sənin görünüşün deyil. Əsas deyir hümmət böyük olsun, hümmət. Yəni insanın bir hörməti, bir də ki deyir ürəyi böyük olsun, ürəyi. Dünyada ağıl tərk bir ustad varmı? O bir qul yanında şagird olarmı? Bir ustad tək ağıl deyir bu dünyada ən üstün bir ustaddır, usta. Ustad deyəndə yəni usta nəzərdə tutur da. Biz deyək müəllim, hoca bu şəkildə. Bir ustaddır ki, onu deyir ağlı ən üstün bir usta hesab eləyir, usta kimi qiymətləndirir ki, onun qul yanında şagird olmayacağını vurğulayır ki, o bir qul yanında şagird ola bilməz. Yəni ağıldan yüksək bir şey, ağıldan daha dəyərli bir şey yoxdur. Ağıl ən üstün bir ustad deyir. Sənətdə tək olan bu xəqanidən gəl incə mənalı fikir eşitsən. Müəllif burada neyniyir? Görürsünüz ki, müəllif burada xəqani öz adını veribdir, öz təxəllüsünü. Sonunda bu beytdə deməli özünü tərifləyir. Adını çəkdiyi beytdə özünü deməli neyniyir? Sənətdə tək olan biri kimi qələmə verir. Burada özünü tərifləyir, deyir. Sənətdə tək olan bu xəqanidən görürsünüz, özünü öyür burada. Gəl incə mənalı fikir eşitsən. Qoy pis adam, qorun pis adamdan. Anla ki onlar əqrəb tək kör olur, ilan tək lalkar. O insanlardan deyir ki, qorun ki deyir, o insanlardan, o adamlardan qorun ki, onlardan qorunmağı bizə tövsiyə edir ki, onlar deyir əqrəb tək kör olurlar, ilan tək lal kar olurlar. Yadda saxlayın, testə düşər. Əqrəb tək lalkar, ilan tək kör olurlar. Yox, diqqətli götürün. Əqrəb tək kör olurlar, əqrəb kördür. Bax, əqrəb, yəni yadınızda qalsın, kördür. İlan necədir? Laldır, kardır. Yəni ilan lal kar olur. Lal dili var ağzında, lal kar olur. Yəni bu şəkildə yadınızda saxlayırsınız bunu. Bir də baxın ki, burada deməli diqqət eləyirsiniz. Düşər ki, müəllif sonda özünə müraciət eləyir. Müəllif deməli sonda eləməyib. Bəs hansı beytdə təxəllüsünü işlədibdir? Müəllif son beytdən, baxın bu son beytdir. Son beytdən əvvəlki beytdə təxəllüsünü işlədibdir. Son beytdə təxəllüsünü işlətməyibdir. Müəllif son beytdən əvvəlki beytdə təxəllüsünü işlədibdir. Yəni sondan əvvəlki, sondan ikinci beytdə təxəllüsünü işlədibdir. Yadınızda qalsın. Son beytdə müəllif təxəllüsünü işlətməyibdir. Deməli, əsərin mövzusu necədir? Görürsünüz ki, əxlaqi, tərbiyəvidir. Neyniyir burada? Məsləhətlər verir və həyatda deməli təzə addım atan demək olar. Təzə həyatın qoynuna atılan deməli o
yeniyetmə bir cavana, cavana deyir, məsləhət verir ki, ey fitnəkar cavan, niyə fitnəkar deyir? Yəni sən təzə atılmısan bu həyatın qoynuna, sən o fitnələrə qarşı safsan, sən onlara tez aldana bilərsən. O insana ki, bütün dövrlər üçün də aktual olan bir mövzudur. Yəni bütün dövrlər üçün də deməli aktual olan bir mövzudur. Fitnəkarlığı yox eləyər deyir. Nə yox eləyər? Vəfa, etibar. Hilə deyəndə burada hiləni nəyə bərabər tutur? Baxın, hiləni nəyə bərabər tutur? Hiləni oğurluqla deyir. Hilə oğurluqdur. Hilə bərabərdir oğurluq. Yadınızda qalsın. Hilə bərabərdir oğurluq. Hiləni nəyə bərabər tutur? Oğurluğa bərabər tutur. Bunu yaddan çıxartmayın. Cana məlhəm olan nədir? Cana məlhəm olan deyir. Cana məlhəmdirsə də vəfa, etibar. Cana məlhəm olan nədir? Vəfa, etibar. Vəfa, etibarı tarmar eləyər nə? Fitnəkarlıq, yadınızda qalsın, cəfa, vəfanı, etibarı tarmar eləyən fitnəkarlıqdır. Nəyin əvvəli xoş olur? Deyir ki, oğurluğun əvvəli xoş olur. Və oğurluq eləyən insanın sonu necə olur? Bir gün, 5 gün, 10 gün, 40 gün axır ki, oğru tutulur və əlləri kəsilir. Harda ev tut deyir? Vəfa küçəsində ev tut, Vəfa küçəsində. Və ən yaxşı mənzil hansı mənzildir? Vəfa mənzilidir. Oradakı vəfa var. Nə deməkdir bu? Yəni vəfalı insanlarla dostluq edir. Kimdəsə vəfa olmasa belə sən özün vəfalı ol. Olma deyir bir vəfa. Sən vəfalı ol. Sonra dostluqda nəyi məsləhət görür şair? Dostluqda deyir, az insanlarla dostluq et, az dostun olsun deyir. Dostluq eləyəndə çalış deyir, az dostun olsun. Amma dostluq eləyəndə möhkəm ol, mötəbər ol. Yəni həm hörmətli bir insan ol, həm deyir möhkəm ol dostluqda. Dostu qovanları yanına alma. Dostu qovanlarla deyir deməli yanına alma. Yoxsa deyir bu əhvalatlar deyir sənin gözünü də ağladar da. Yəni sənin də başına gələr. O dostu qovanlar vaxt gələr səni də qovarlar. Ona görə deyir onları yanına alma. Dostun haqlı birini deyir vursa neynədir? Vurduğu insana sən havadar çıxma. Havadar çıxma deyir vurduğu insana. Daha sonra deyir ki dostu hətta deyir qardaşdan belə yüksək tutur. Deyir ki, sənin dostun deyir, sənin qardaşına qarşı deyir, çıxarsa deyir, sən qardaşınla öz alarına sədd çək, amma dostundan əl çəkmə. Dostun qırdığı budaq, cənnət ağacının budağı olsa, o ağacın üstündən deyir, xət çək. Amma dostun əkdiyi gül tikan olarsa, sən o gülü deyir, atma da, yəni dostun əkib deyə deyir, onu atma. Haqq yolunda deyir, haqqı qanana qədər deyir, haqqı başa düşənə qədər deməli haqq yolu kiçik addımlarla deyir, haqq yolu deyir, o yol deyir, doğru yoldur. O yola qədər deyir, haqqın yolu doğru yoldur. Sən o yolla deyir, addımla, yəni yadından çıxartma ki, haqq yolu doğru yoldur. Bunu yadda saxlayın. Qeyd eləyin hətta bir yerdə ki, haqq yolu doğru yoldur. Bir kiçik adama nəvaziş etsən, sənin böyüklüyün getməz əlindən. Bunu göstərir ki, yəni əlindən getməz. Nadan insan səndən razılıq etsə deyir, neynə? Onun təriflərinə aldanma. Nadan adam, hansı ki bir nadan, cahil adam səni deyir, öysə neylədir? O loğalanar deyir. Adam deyir, özünü öyər, loğalanar. Hətta deyir, gələr deyir, özünü deyir sənə qohum da hesab eləyər. Yəni səni bir əmioğlu qədər özünə yaxın hesab eləyər. Dünyada deyir, ustad nəyi bilir? Ustad nədir? Ağılı deyir bu dünyada. Ustad bilir, deyir ki, deməli, harda dedi bunu? Özünü yoldaş əmioğlu sayar. Dünyada ağıl tək bir ustad varmı? Ağılı bir ustad bilir və ağıl deyir bir qul kimi, qulun yanında deyir, qul kimi yox, qulun yanında deyir ağıl şagird ola bilməz. Ağıl deyir bir qul yanında şagird olar mı deyir, sual verir. Yəni ola bilməz, bunu demək istəyir. Sənətdə kimdən deyir incə mənalı fikir eşit?
Təbii ki, deyir, sənətdə Xəqanidən incə mənalı fikir eşit və Xəqani özünü öyür. Yenə deyirəm, pis adamlardan qorun. Əqrəb tək kör olanlar pis adamlardır. İlan tək lalkar olanlar pis adamlardır. Bu insanlardan qorun deyir. Amma yenə də deyirəm ki, Xəqani öz təxəllüsünü son beytdə yox, son beytdən əvvəlki beytdə veribdir. Yadınızdan çıxartmayın. Dedik ki, əsərin deməli məsnəvi janrındadır, cüt-cüt qafiyələnibdir, beytlər şəklində yazılıbdır, fars dilindədir və fitnəkar cavana müraciətlə başlayır, sonda özünü öyür və dostu qovanları da yanına alma deyir. Ən yaxşı mənzil vəfa mənzilidir. Dönə-dönə təkrarlayıram ki, yadınızdan çıxmasın. Bu qədər müəllimlərin işə qəbuluna düşən əsərimizdir. Əgər əziz müəllimlər, müdavimlər xoşunuza gəldisə, təbii ki, kanalımıza abunə olmağı və videomuzu dəstəkləməyi yaddan çıxartmayın. Sağ olun.